Salam hörmətli müştərilər, insanlar, əzizlərim, bizi izləyənlər, bu hava filtri haqqında bir video çəkmək istəyirəm. Bu hava filtrini ki, təmizləyib qoyursunuz hava bura. Qardaş, ümumiyyətlə bu hava filtrini orijinalını qoymayın, problemi yoxdur, firmanı qoyun. Amma bu hava filtrini vaxtı dəyişin. Səbəb nədir? Bu hava filtri, bax, qoyduğunuz hava filtri var. Onun hava vurursunuz, bu zibili basır yenə ora. Bir. Ondan sonra materyal olaraq sizə izah edirəm. Hava filtri buradan gedir. Hara? Zaslonkaya. Zaslonkadan hara gedir? Kollektor. Kollektordan vurur porşinə. Klapan porşin. Qardaş pis günə qoyur motoru. Ona görə əzizlərim, dostlarım, o hava filtrinin vaxtına dəyişin. Yəni hava vurmaq ümumiyyətlə düzgün yanaşma deyil. O gün bir müştərim gəlmiş, deyir ki, təzə kəmirlərdə belə bir qanun qoyublar ki, hava filtrinin dəyişməsə motor qarantdən çıxır. Super qardaş, düz eləyirlər. Ya qardaş bunu dəyişin, bunun hava vurmaq anlayışı deyilən bir şey yoxdur. Yəni motorun evini azaldırsınız, evin yıxırsınız motorun. Yəni həqiqətən deyirəm ki, o düzgün yanaşma deyil. Problem yoxdur. Firmanı qoy, heç bir problem yoxdur. Amma qardaş onu hava vurmaq düzgün deyil. Onu hər dəfə dəyişirəm, o mənə yox. O yəni hava ilə bağlı olan şeydir. Mən ona cavab verə bilmərəm. Biraz çox danışmayım. Video qısa olsun. Hələlik. Allah'a əmanət olun.